Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli müəllimlər, hər birinizi xoş gördük. Bugün sosial-emosional öyrənmədə Kassel modeli haqqında danışacağıq. Bu mövzu bilirsiniz ki, MİQ 2026 yeni çərçivə sənəddə təqdim olunub. Yeni bir mövzudurmu? Xeyr, sosial-emosional öyrənmə haqqında siz məlumatlısınız. Sosial-emosional öyrənmədə Kassel modelinin interaktiv təkəri vəsaitdə bizə təqdim olunub. Hal-hazırda ekranda görürsünüz. Deməli, interaktiv təkərdə öz əksini tapan 5 əsas kompetensiya, yəni həyati bacarıqlar hansılardır? Özünü dərk etmədir, özünü idarə etmədir, sosial fərqindəlikdir, münasibət bacarıqlarıdır və məsuliyyətli qərar vermədir. Məhz burada sadaladığımız 5 əsas kompetensiya, yəni həyati bacarıqlar Kassel modelinin əsas mahiyyətini təşkil edir. Bu mərhələlərin hər biri haqqında ayrılıqda danışacağıq, amma ilk növbədə toxunmaq istəyirəm ki, sosial-emosional öyrənmənin tədrisdə əhəmiyyəti nədir? Sosial-emosional öyrənmənin başlıca məqsədi nədir? Bəli, biz mütləq sosial-emosional öyrənmə bacarıqlarını şagirdlərdə formalaşdırmalıyıq. Tədrisdə də əhəmiyyəti böyükdür. Şagirdlərdə həm sosial, həm də emosional bacarıqlar formalaşdırır. Sosial-emosional öyrənmə şagirdlərin emosional rifahını, münasibət bacarıqlarını və məsuliyyətli davranışlarını inkişaf etdirir. Qısacası desək, sosial-emosional öyrənmə sadəcə bilikli şagird deyil, həm də emosional cəhətdən sağlam, empatik, məsuliyyətli və sosial baxımdan yetkin fərdlər formalaşdırır. Sosial-emosional öyrənmə şagirdlərdə vacib həyati bacarıqları formalaşdırır. Sosial-emosional öyrənmə vasitəsilə şagird öz hisslərini dərk edəcək, hisslərini idarə etməyi öyrənəcək, öz hisslərini, güclü və zəif tərəflərini tanıyacaq, emosiyalarını idarə etməyi öyrənəcək. Məsələn, əsəbləşəndə sakitləşməyi bacaracaq, öz davranışına nəzarət etməyi öyrənəcək. Həmçində şagirdlərdə empatiya, sosial anlayışı inkişaf etdirir, başqalarının hisslərini anlamaq, müxtəlif insanlara hörmətlə yanaşmaq, onların baxış bucağını dərk etmək bacarığına sahib olur. Dostu kədərlənəndə onun halını anlayır, ona dəstək olmağa çalışır. Şagirdlərdə sağlam münasibət qurmaq bacarığını, əməkdaşlıq etmək bacarığını formalaşdırır. Ünsiyyət, komanda işi, fikir ayrılıqlarını mədəni şəkildə həll etmək bacarığını formalaşdırır. Məsələn, qrup işində fikir ayrılığı olanda qarşı tərəfin fikirlərinə hörmətlə yanaşacaq. Məsuliyyətli və etik qərarlar verməyi öyrənəcək. Şagird davranışlarının nəticələrini düşünərək düzgün qərarlar verəcək, sosial dəyərlərə əsaslanacaq. Ümumiyyətlə, sosial-emosional öyrənmə tətbiq edilərsə, məktəbdə pozitiv bir mühit yaranacaq. Yəni, sosial-emosional bacarıqları inkişaf edən şagirdlər arasında hörmət, əməkdaşlıq və qarşılıqlı dəstək artacaq. Nəticədə də təbii ki, məktəbdə emosional təhlükəsizlik, motivasiya və akademik uğur özünü göstərəcək. Kassel modeli sosial-emosional öyrənmənin əsas nəzəri çərçivəsini təqdim edən beynəlxalq qəbul olunmuş modeldir. Modelin əsas məqsədi şagirdlərin təkcə akademik deyil, emosional və sosial inkişafını da dəstəkləməkdir. Kassel modeli insanın özünü və başqalarını daha yaxşı anlamaq, münasibətləri səmərəli qurmaq və məsuliyyətli qərarlar vermək kimi bacarıqlarını inkişaf etdirməyə yönəlib. Bu model 5 əsas bacarığı özündə əhatə edir. Yəni, bunlara kompetensiyalar da deyə bilərik, həyati bacarıqlar kimi də adlandıra bilərik. Bu 5 əsas kompetensiya hansılardır ki, Kassel modeli özündə ehtiva edir? Özünü tanımadır, özünü idarə etmədir, sosial şuurdur, yəni sosial fərqindəlik, münasibət qurma bacarığıdır və məsuliyyətli qərar vermədir. İlk növbədə toxunaq özünü tanıma bacarığını, şagirdlərdə hansı bacarıqları formalaşdırır? Özünü tanıma bacarığı şagirddə öz emosiyalarını tanımaq və anlamaq imkanı yaradacaq, güclü və zəif tərəflərini dərk edəcək, özünə inam və pozitiv düşüncə formalaşdıracaq. Yəni, şagird əsəbləşəndə niyə bu hissi yaşadığını başa düşür və sakitləşməyə çalışır. Çünki şagird özünü tanıyır, hisslərini, emosiyalarını anlayır. Və özünü idarə etmə bacarığı. Özünü idarə etmək isə hisslərini, emosiyalarını idarə etməkdir. Emosiyalarını, davranışlarını idarə edəcək, məqsədlər qoyacaq, onlara çatmaq üçün səbir və məsuliyyət göstərəcək. Şagird əsəbləşəndə sinif yoldaşına qışqırmaq əvəzinə dərindən nəfəs alır və sakit danışır, yəni hisslərini, emosiyalarını idarə edir. Sosial şuur, sosial fərqindəlik, başqalarının hisslərini və baxışlarını anlamaqdır, yəni empatiya hissidir. Şagird empatiya göstərəcək, müxtəlif mədəniyyətlərə hörmətlə yanaşacaq.
Şagird sinifdə kədərlənmiş dostunun halına biganə qalmır və onu sakitləşdirməyə çalışır. Başqalarının hisslərini, emosiyalarını anlamaq bacarığı sosial şuurda öz əksini tapıb. Münasibət qurma bacarığı. Əməkdaşlıq, ünsiyyət, komanda işi və münaqişələrin sülh yolu ilə həlli kimi bacarıqları şagirddə formalaşdırır. Şagird qrup işində fikir ayrılığı yarananda dostları ilə birgə ortaq qərara gəlməyə çalışacaq. Yəni, şagirddə əməkdaşlıq bacarığı formalaşacaq, əməkdaşlıq bacarığını özündə ehtiva edir. Məsuliyyətli qərar vermə. Davranışlarının nəticələrini qiymətləndirəcək, ədalətli və etik qərarlar qəbul edəcək. Şagird ev tapşırığını etmədiyi üçün yalan danışmaq əvəzinə məsuliyyəti öz üzərinə götürəcək. Məsuliyyətli qərar vermə bacarığını şagirddə formalaşdırır. Ümumiyyətlə, Kassel modelinin təhsildə əhəmiyyəti böyükdür. Şagirdin emosional rifahını və sosial münasibətlərini gücləndirir. Müsbət sinif mühiti yaradır. Yəni, sinifdə Kassel modelinin tətbiqi, sosial-emosional öyrənmənin tətbiqi müsbət sinif mühiti yaradacaq. Şagirdlərdə empatiya, məsuliyyət və əməkdaşlıq kimi dəyərləri inkişaf etdirir. Akademik nailiyyətlərə də müsbət təsir edir. Yəni, sinifdə sosial-emosional öyrənmənin tətbiqi, şagirdlərdə sosial-emosional öyrənmənin formalaşdırılması, bu bacarıqların şagirdlərdə formalaşdırılması akademik nailiyyətlərə də təsir edirmi birbaşa şəkildə? Çünki emosional balansda olan şagird daha yaxşı öyrənəcək, daha yaxşı oxuyacaq.